Hörmətli izləyicilər, hər vaxt xeyir olsun. Sizə Xırdalanda, hörmətli izləyicilər, hündür quru bir ərazidə 119 marşrutun konetindədir. Bax, bu həyət evimiz, hörmətli izləyicilər, şəxsi tikilidir, 3 sot torpaq sahəsinə yaxındır. Bax, belə bir, gözəl bir həyət yanı sayəsidir. Bir daha belə bir həyət yanı sayəsini göstərdim, hörmətli izləyicilər. Bura belə bağı, bağçası, şəxsi tikili bir evdir, hörmətli izləyicilər. Burada giriş hissəsidir. Girişdə mətbəxdir. Mətbəxdən bir dənə bir soyuducu götürüləcək. Qoşa daşla tikirilib. İsitmə sistemi kombidir. Bir otaq, burada ikinci bir yataq otağıdır. Birinci mərtəbədə gördüyünüz bir əşyalar, bir soyuducu, bir televizor götürüləcək. Qalan birinci mərtəbədə gördüyünüz əşyalar qalacaq, hörmətli izləyicilər. Bu hissədə birinci mərtəbənin qonaq otağıdır. Burada kondisionerdir, bir dənə buradan bu televizor, bir də mətbəxdən soyuducu götürüləcək. Qalan birinci mərtəbədə gördüyünüz əşyalar hər biri qalacaq. Burada da bir geniş kvadratda. Otaqların kvadratı çox genişdir. Bu da bir yataq otağı. Birinci mərtəbədə sanuzillər ayrı-ayrıdır. Burada biraz yuxarı hamamdan biraz sulamı boy dəyişilməlidir. Bura birinci mərtəbənin sanuzil hissəsidir. Burada hamam otağıdır. İkinci mərtəbəni də çəkib təqdim eləyəcəm. Yuxarı mərtəbəni də təqdim eləyirəm, hörmətli izləyicilər. 7 otaqlıdır. Yuxarı mərtəbənin döşəməsi parketdir. Buradan bana çıxışdır. Bu ikinci mərtəbənin sanuzil hissəsidir. Oradan da keçkin kombi aparatı ora quraşdırılıb. Şəxsi tikilidir. Bax, burada bir yataq otağıdır. Evin sayəsi kupçada, paket kupçadır. Böyle bir yataq otağı.